Yayımın xüsusi sponsorları Qardaşlar Mebel, QX Məişət Texnikası, sponsorlar Permalit Boyaları, Oxu Tədris Mərkəzi, Qaysı Lunch, Central Clinic. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövdür, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, keçələr yolları boşdur, kənd havası təmiz insanlara xoşdur. Balam kənd havası sizi hörmətlə salamlar. Hə, Qasım kişi, ikiniz də mənim əzizlərimsiz, tanışlarımsız, canlarımsız. Biriniz alan tərəf, biriniz də satan tərəf. Bizə də düşər xeyir duasını vermək, ikiniz də xeyrini görəsiz. Sağ olun. Əslində Talib müəllim, Bəli. o ev bilirsiniz ki, mənə çox doğmaddır. Mən o evdə doğulmuşam, mənim orada böyümüşəm, mənim oradan yaxşı xatirələrim var. Qasım, Bəli. bax ha, birdən satmaq istəməzsən ha. Yox. Qasım kişi, bax, sən dedin satıram, bu kişi də dedi alıram. Sən bilirsən, bizim elimizin sözü var. Söz danışıqdan keçər. Bəli. Əgər ürəyində nəsə narahatçılıq varsa, oralarda xatirələrin ilişib qalacaqsa, limon ağacının yanında, nənənin, babanın xatirələri, bu işdən əl çək. Çünki sən də kiminsə yurdunu alanda, sənin də nəfsinin, gözünün orada qalmasını heç kəs istəməz. Yox, yox, Talib müəllim satıram, amma bu qədər pul var burada. Elə şey olar, yox. İntası deyirəm, ora mənə doğmadır da. Bəli. Bir də ki, ay Talib müəllim, şükür ki, mən onu dərdimdən, səlimdən satmıram. Bəli. Uşağı evləndirəcəm, toy eləyəcəm, istəyirəm evi biraz geniş götürüm. Böyük ev alım. Allah başatan eləsin. Sağ ol. Qasım, bax bu pul, Bəli. bu da sən. Ala say. Sayılıb, amma özün bir də say. Özü Düz- də. Düz deyir, bəli, düz bəli. deyir. Özün- Atalarımız nə deyir? Pulu tapanda da say. Bəli. Bəli. Amma bir dənə də onu deyim ki, çəkinib eləmə. Ora sənin öz evin olaraq qalır. Sağ ol. Gəl, get. Gəl xatirələrimi yaşa orada. Çox sağ ol. Belə qonşudan danış. Bəli. Sağ ol, ay Novruz. Mən bilirdim sən bu yaxşı oğlandır. Orada mənim nənəmgilin kəndidir. Elə mənim uşaqlığımı çoxsa nənəmgildə keçib. Hə. İntihası bir söz soruşum, ay Novruz. Bu evi harasınsa, dəxirdə bir hissəsini söküb təzdən tikəcəksən, hə? O söküb tezdən tikəcəksən nədir? O evi verəcəm ekskavatorun ağzına. Toz tozana qalxacaq orada. Təzədəndən sıfırdan tikəcəm o evi mən. Bildim, adam adamın gözünün içine baxıb elə söz deyər. O evdə mənim. Ay Qasım, şirtdün lafı. Evdir də, Allah kömək olmuş. Yox, Talib müəllim, Bəli, bir dəqiqə söz olar. saymağa çağırırsan. Yox, söz soruşum. Gedək. Bir dəqiqə, gəlirəm ay Nevroz. Buyur, buyur. Allah, Nevroz yox, Novruz. Qasım kişi, səni nəsə narahat görürəm. Ürəyincə deyilsə, qaytaraq pulu. Yox, pulla dəymə, puldan narahatçılığım yoxdur. Qətiyyən narahatçılığım yoxdur. Bir də ki, mən, ay Talib müəllim, bu qədər pulu axırıncı dəfə bir yerdən nə vaxt görmüşəm, heç yadıma gəlmir. Deyirəm ki, Allah sənə rəhmət eləsin, ay dədə. Özün qara torpağın altında, tikdiyin evi satıram, əlimə gör nə qədər pul gəlir. Qasım kişi, elə kişilərdən olmaq lazımdır. Bir də yenə deyirəm, özünə istəmədiyini başqasına eləmək olmaz. Nəsə narahatsansa, yenə bizim Yox. tanışdı, qaytaraq. Yox, narahat olma Talib müəllim. Deyirəm ki, ay Talib müəllim, açıq danışım da, bu oxu tədris mərkəzi mənə o qədər doğmadı, o qədər əzizdir. Elə bilirəm uşaq vaxtı nəsə mənim danışdığımda bir qüsur olub. Elə bilirəm burada oxumuşam, burada böyümüşəm. Belə mənə doğmadı da buralar. Deyirəm ki, indi elə ailələr var ki, biraz imkansızdır. Uşaqların da oxu tədris mərkəzinə böyük ehtiyacı var. Deyirəm, et olmasa bir 2-3 uşağın ödənişini də mən eləyərdim. Qasım kişi, Bəli. Uşaqlığa gəlincə, istər uşaq vaxtı, istər böyük vaxtı adamın gərək dinləyəni olsun, eşidəni olsun.
Bu belə. Bəli. İkincisi, vallahi ehtiyac yoxdur. Burada onsuz da bu ərazidə qiymət olaraq ən aşağı qiymət bizimdir. Sən get, evini al, orada sağlam, xoşbəxt yaşa. Balaların üçün çalış. Doğrudan deyirsən. Əlbəttə, əlbəttə. Deyirəm bəlkə bunu verim uşaqlara. Qasım kişi Bəli. bir zarafat dedim, deyir pul əl çirkidir. Bəli. Əliniz daim çirkili olsun. Mənim gözüm üstə. Onsuz da mənim əlim həmişə çirkli oldu. Həyətdə, kətdə kəsəkdə, laf Bir haqqı. mənim də əlim çirkili olsun biraz. Yox, sən əlimi qıymana. Cavit bala, bax bu Chester dəstini sifariş ediblər. Sürücüyə tapşırırsan, bunu göndərsən Binəqədiyə. İşdin? Oldu mənim baş. Tapşırıq səndə. Ay, salam meleykim. Gör nə gözəl insanlar gəlir. Salam meleykim. Qasım kişi, nəslimizin ağsaqqalı, əzizim, qohumum Eş və onun həyat yoldaşı Qəmər bacı və onun gözəl oğlu. Dən adım yadına düşmədi. Rəğbət əmi, eləcənə yola verdin, dedin gözəl oğlu. Qoy xatırladım da sən mənim adımı. Mənim adım Qoşqardır. Hə. Qoşqar da, bax, bu kişinin dədəsinin adıdır. Sana bir şey xatırladır, Qoşqar adı. Sən bilirsən də sana çox şey eləyib o Qoşqar. Çox şeylər eləyib. Onları unutma. Eşitdin mi? Avara. Damma elə... Avara, nə olub? Bildik də, Allah babama rəhmət eləsin. Sən əməllicə danladın məni, xəbərim var. Mən bir şey deyim ki, ay dədə, özün bu məsləhəti bana veribsən ki, çalış, haqqını de. Bu haqqı mən deməliydim, başa düşdüm? Yaxşı da qoş. Ben deyib ala, haqqı demək lazımdır. Amma elə yer var ki, orada heç ehtiyac yoxdur deməyə. Orada hövsələ lazımdır, səbir lazımdır. Rəğbət, bu evi satdıq axı. Bu, nə yaxşı, nə yaxşı. Satdı Elə bil, be. deyən köçsən Bakıya. Yo, Bakıya köçmürəm. Yo, da indi hər evi satan kətdə, Bakıya köçsə kətdə adam qalmaz ki. Və kim utsun o kəndin gözəl havasını, kim saxlasın o kətdə qoyunu, quzunu, o qəşəng həyəti, bazarı kim saxlasın. Yo, biraz elə bir ki, geniş ev almaq istəyirik də, rahat. Laf yaxşı, laf yaxşı. Əla. Bildin dana niyə geniş ev alır? Deyirəm ki, illərdir gəlib gedirik bura, ay Rəğbət qardaş. Axır ki, bizə də qismət oldu ki, sizdən təzə mebel alaq. Əla. Sözümü belə pısmasın mənim hörməti valideynlərim. Rəğbət əmi, 2 dəqiqəli bir ailəm Yox, söhbətin elə. Mən onsuz da evlənəndən sonra bu gəlin öz deyizini gətirəcək dənə. Bir də siz niyə əziyyət çəkib mebel alırsınız? Siz ona da tələsin, qızı alın, o mebeli gəlsin. Sən bir danışanda fikirləşsən nə danışırsan? Bir deyəndə özün öz dediyi fikirləşdin, nə dedim? Arvadın gətirəcək kravat, gətirdiyi kravatda da özü yatacaq. Mal da kravat gətirəcək, dədəyə də gətirəcək, bəbizlər də yatacaq. Özünə gətirir dana bala, imkan ver biz də özümüzü alaq. İndi gördünüz? Mən bunu danlayanda düşürsünüz mənim üstümə. İndi gördünüz? Ay Qasım, bəsdir də, uşaqdır da, niyə danlayırsan? Çünki yox, tabi sənlə elə indi belə olmaz axı. Əşik, məni danlayır da, eybi yoxdur. Qardaşımın balasıdır. Adım nə oldu? Qoşqar? Hə, Qoşqar. Bir dəqiqə yox da danladım. Hə, yoxdur mu? Dur, gedək mebelləri göstərim sizə. Katalogu da göstərim. Hansın ürəyi istəyir, deyin, onu sifariş eləyək. Düzək qoşaq getsin. Mən elə sevindim. Elə sevindim. Durun gəl. Durun gəl, Qoşqar bala, dur gəl. Xahiş edirsinizsə gəlin dana. Qasım, geniş kravat seçək, ha? Bildik də. Yaxşı mı? Gəl. Sonra təpi yatırsan, o aralı ki, təpi maddə Nədən eməsin. məhləməli futbol izləyirsiniz? Geniş kravatı nə varsınız? Dədə, mən bir şey deyim, ha. Burada demək ki, əlimizdə 5-10 manat pul var, onu da burada xərcləyək. Hə, düz deyir. Boşu düz deyir. İndi üstümüzdə pul var, evin pulundan ora bura xərcləməyək. Yeməyi də burada yeməyək. Gedək kətdə yeyərik. Ay yaşa. Evin puluna dəyməyək. Narahat olmayın. Güya biz evi satmasaydıq, mən sizə az qoyacaqdım. Və yaxud ev satılmasaydı, mənim pulum yoxdur, mənim sizə nə salıb verməyə. Yaxşı da. Bura yaxşı yerdir.
Qaysı. Hə. Keçən dəfə səninlə qoşqarla gəlmişdik bura. Qəşəng yeməkləri var. Dadlı tamlı. Girək yeyək, sonra gedərik kəndə. Az getməyək, sonra başımız ağrıyır. Hə. Pulu itirərik. Onda yüngül atışdıraq. Belə çox şey sifariş Ürəyimiz edək. nə? Hadi ana. Hay. Yok bizden dur. Gel. Bəli. Gel. Nə deyir? Ne değil? Ay, heç nə dana səninlə dön. Kızlarında tanış değil Ben hiç kesin sevmemişim Sana diyen yanlış değil Ben hiç kesin sevmemişim Sana diyen Ay Qasım. Mən qadın xeylaxıyam. Məni hara gətirmisiniz? Məni çayxanaya gətirmisiniz? Əşi, narahat olmayın, nə çayxana bu? Müasir çayxanadır. Ağlını bizim kətdəki çayxanaya getməsin. Burada olar. Hə? Bura tam başka yerden abi. Sence böyle çok muhafız yerden ha. Yani bura yani normalde kadınlar gelir. Başa çıkıyor. Hə deyir, arkaya bak. Hə, düz deyirsən, qadınlar var. Onda gör nə deyirəm, Qasım, elə mənim sinif yoldaşlarım deyirdi ki, bir gün yığışaq qızlarla gedək hardasa oturaq. Elə deyərəm bura gələrikdən, ha, hə? Nədir adı buranın bala? Qaysı lanç. Bu da deyirik. Qaysı verirlər burada. Bunu hara deyirsən adam? Qaysı bilmirəm, verirlər, bir verərlər də yəqin də. Demə, bir də gördüm bir vaqon arvad yığışdı gəldi bura Hə, çayxanaya. nə olasıdır? Bax, ay demər, olar, məndən olar, qoşqarla olar, belə olar da, yəni belə. Böyle de yani özümüz. Özümüz. Ama ben söyleyeyim ha. Bak hele bak senden kabakçıdan bu şartı kesilir. Sonra evde diyeyim ki sen bu ne hukuk kaydı verirsen. Evlendikten sonra ben buraya hayat yoldaşından geleceğim. Biz mahsur aileyiz. Başa çıkayım sen mamı özüm bilersen bırakırsan bırakmazsan ama ben yoldaşından buraya geleceğim. Bak dedim sana. Sən gələrsən bala, deyir. Qaynanası gəlirsə, gəlin də gələr də. Mesela. Dediniz ki, qızlar gəlir, gələ bilər. Hiç bu söhbət olmuyor. Ana bir de sabır geçen buranın bir meşhur piraşkısı var. İnanırsın şehirden handa yerlerden gelip burada piraşkı yerler. Bu çağrı mı sağ geçen piraşkı? Piraşkini saxlayın. Mən bilirsən nə istəyirəm, Nə? Qasım. Deyir, orada da görürəm, qoyublar. O belə şüşə qabda olur, içində su olur. Soğukdur da, de, bunu belə soğurursan, belə içirsən, sonra da ağzından tüstü çıxır, par çıxır. Ondan Nə, istəyirəm. qəlyan? Qəlyan çəkmək istəyirsən, Qəmər? Qəlyandır. Bala, anon qəlyan çəkmək. Yoksa. Cemaat ister ilim uçturmuş gün verirsen ne olur mu? Olmaz. Yoksa bütün aile söhbetler hamısı burada elə deyir. Cemaat sırat edir arka. Olmaz ki. Olar. İnsan. Ben nə bilmişdiniz? Ben məni çayxanaya gətirəndə bilmirdiniz ki, mən də ondan istəyəcəm. Hı. Nə də? Nə olub Bir dəqiqə daha. Anandan mı utanırsan? Utanmıram. Anladık. Tanışdığınızda da fikir verin. Biz başka yerde yaxın. Bu iddiadan bayağı. O tip piraşkın yedin. Yaxşı, hə, bilmədim daha nə düşdü üstümə, bilmədim. Bu saçlara göre ben de yarım kaldıracağım. O tip piraşkın yedin. Hətta yaxşı. Oy. Ben bir tane şeyden danışayım mı? Daha doğrusu sizinle bölüşmek istedim. Buradan sana sonra gedək Azad müəllimin ofisinə. Niyə? Gedək ona deyək ki, biz evi satmışıq. Sonra birdən eşidər, eləyər, gələr bizə sürpriz eləmək üçün, xoşlayaq sürpriz eləmək. Gələr görər biz evdə yoxuq, sonra bir abırsız olar. Hətta yaxşı. Gedəndə yol üstü dəyərik. Düz deyir, ağıllı fikirdir. Hətta dəyərik. Düz deyir. Yaxşı, da piraşkimizi yeyək. Gedəndə yol üstü 5 dəqiqəlik dəyərik. 5 dəqiqəlik. Ha, mən bu dəqiqə onun bu ev məsələsindən sonra o Azadın da danlağını götürmək fikrim yoxdur. Ağzımızı açamırıq, danlayır. Ağzımızı açamırıq, Qoy danlayır. versin, qoy versin. Qardaşlar zəhmət olmaz. Bir dəqiqə olar sana zaman. O qəlyan dedin. Yox, dana, bir dəqiqə dayan, dana, var, dayan var. Salam eləşik qardaş. Bizə bir qəlyan Versin. yox, Yox, piraşki verərsən 5 dənə, 5 dənə. 5 dənə. Bəli. Ay bala, o qəlyan deyirlər, ondan burada qadınlara vermirsiniz. Hardan kağıda oturdu yanımıza. Yox, vermirsin. Dayan, dana, bir dəqiqə verirlər. Bizə qızlara pulsuzdur, verəcəklər. 5 dənə. Sən qardaş, şimdi olur. Ay, yat dənə, geri. Ged ol. Ay, dedəm, ay, dayan bana, bir 5 dəqiqə. Doğrudan pulsuzdur. Ay, ana, dayan bana. Vay, dedəm, vay, ha. Nətdən ha? Nəzarətdən. Ha bala, Qoşqar. Biz balada yuxarı qalxmayaq. Özün qalx, sözlü de, çıx gedək. Hə, dədən düz deyir ay bala. Bilirsən, tez-tez gələndə adam özü də belə urvaxtsız olur. Qoy elə bizi gec-gec görsün. Qoy elə Azad müəllim də bizim gözümüzdə samballı olsun. Mən də elə belə bu sambalı sözün hərriyib-fırriyib mənə gətirəcək. Bir də mənə də təriflə də.
Sənin nəyi tərifliyim ay Qasım? Sən elə özün başdan ayağa tərifsən dana. O belə söz var, deyir ki, görünən dağa nə bələdçi. Sən də görünən dağsan dana. Sənə niyə bələdçi qoşum ki? Səndən nədir? Dədəm bayaz. Sən mi soluna baxmısan ey? Dağ və hörmətli o dağın həyat yoldaşı. Bəli. Mən də varım, mənim nəzərinizi alın. Mən də yuxarı deyib gəlirəm. Yaxşı? Yaxşı ana? Yaxşı? Yaxşı. Sağ ol. Oy. Vay. Bax. Neyse. Nədir valla? Heç deyil, gedirəm. Nə dana bizi mi güdürsən? Nətər? Bizi mi Yox, güdürsən? gəlirəm, heç nə. Tez ol. Hiç bilmirəm nə görmüşəm gülüm səndə. Üzüm gülür biz görürsən də. Salam, Mələkəm. Üzr istəyirəm, narahat edirəm. Siz burada işləyirsiniz? Sağ ol, xeyr. Nə idi ki, buyurun. Amma nə desəz bilirəm. Bu konkret Adat müəllimin qızıdır. Deyir, mən burada işləmirəm, hər şeydən də xəbərim var. Otdan açıq aşır odur. Üzr istəyirəm, bir balaca qabağa baxa bilərsiniz, bir o tərəfə baxa bilərsiniz belə. Sən onu Adat müəllimdir, kopya götürüb. Bir söz soruşum sizdən, xanım. Buyurun, zəhmət olun, rahat olun. İşlərimiz necə gedir? Universitetdə dərslər yerindədirmi? Dərslər? Hay? Siz hardan bildiniz mən universitetdə oxuyuram? Siz kimsiz ki? Xoşum gəldi. Sözdən çox xoşum gəldi. Mən Qasım kişinin oğluyam. Qaynatan, Qasımın oğluyam. Yəqin eşitməmiş olmarsınız. Eşitmişəm, hə. Lap yaxşı, şad oldum. Eləmi? Tələsmirsiniz ki? Bəl, buradayım. Bircə dəqiqə məni gözləyin gəlirəm. Bircə dəqiqə, xahiş edirəm. Yox, mən bilirəm, üzr istəyirəm. Bana ne olur? Ay sağ ol. Ne olur? Ne olur? Ne olur? Kime sen ne sevdiğimi dalınca düşüyor. Nə olub? Ne olur? Bir dəqiqə nə də, mənim o yaşımda, sən də. Hə. Azat müəllimin qızı yuxarıdadır. Doğrudan. Çünki gördüm onu, inandırım sən gözümü çəkəmədim. Nətərdir? Belə belə alma yanaq. Mənim o xəyallarımdakı qız var deyə mən Doğrudan. sənə əsl ondan, əsl özüdür. Mən deyəndə hə. Doğrudan. Gedək görək, biz də görək. Yox, mən bu görünüşdə hara gedirəm? Bilsəydim qız buradadır, qəşəng bir geyinib keçinərdim, bir bəzənib düzənərdim, bir özümü əli gəzdirərdim. Bildim, sənə nə olur be? Sənə nə olur be Qəmər? Ərə gedən sən döv səni, sən qaynanəsən. Bugün nə olur be buna ye? Bildim dana qaynanayam. Və bilmirsən, elə qaynanan ən böyük rəqibi elə gəlindir. Bircə o da adamın oğlunu əlindən alan. Nə yaxşı, sən canım, yaxşı. Sən canını gəl bura görüm. Ana gəl. Bu nə tər bəzənir buna bu? Əvəzənəcək dəymə şu. Ha, o tərəf görfənir, bu tərəf gəl, orada görürlər. Keçən mən də burnundakı partladı da gördülər orada, gəl. Siz də gözləyim. Darıxma. Yaxşı. Üzr istəyirəm, sizi bir dəqiqə olar. Gəl. Qardaş, bir dəqiqə, gəl. Tanış ol, mənim anam Qəmər, bu da mənim dədəm Qasım. Abala. Yox, bir dəqiqə, çox üzr istəyirəm. Başa sal da, bala, məni Qəmər bilir, başa sal. Başa salıram, mən o bığı görmədim, bir anlıq elə bildim, həyəcandan gözüm qaralır. Bax qızım, bığlı olan dədəsidir, bığsız olan nəni, yəni anası. Qoşunun anası. Bilir də, bilmir kimdir. Bir o səhv saldı dana. Salam qızım, necəsən? Deyirəm, maşallah kukladır ya, hə? Çox sağ olun, siz necəsiz? Yaxşı, çəkil bir dayan. Keş bəri. Bu baxım da nə buna yaxından. Bəs eləyər. Hə, qaşları özünündür. Kirpikləri də, day belə taxıb-taxışdırmayıb. Bəs eləyər. Burnu da özünündür, dodaqları da bapbalaca, heç zat doldurub verəməyib. Bir dənə ma şübhəli gələn çənəsidir. Ma ilə gəlir bu çənəsinə biraz nəsə yığıb. Ana, onun yeridi mi? Onun yeridi mi iştirdi ben tanıştırsan? Bilək dana, nə alırıq, nə aparırıq, bilək. Yaxşırıq da, Buyur. adam bir haber eləyərsün. Buyur. Kızım, hoş gördük. Aton necədir, neynir, işi, gücü, yaxşıdır mı atın? Atam? Siz mənim atamı hardan tanıyırsınız?
Deyir hardan tanışdınız. Qızım, Aton hələ bizim kənddə də qonağımız olub. Evimizə gəlib Azad müəllim. Hə, sən Azadın qızı deyilsən. Mən Azad müəllimin qızı deyiləm ki. Nətər? Ay, Nətər? Üzr istəyirəm, hamıdan üzr istəyirəm. Mən bax görməyim. Azad xanımın qızı deyilsən sən? Xeyr. Ben burada ne kalsam işin kızım baktı. Kardeşin yanında beni tanıştırırsan. Bu şirket diye bırakarım, şirket diye. Mən burada təcrübədəyəm. Yeter. Cevap da bir adama. Tercüme dayan görmür, dayan dana qızı karıxdırmayın. Mənə bax qızım, Azad müəllimin qızı deyilsən. Xeyr. Burada nə desən dedin? Təcrübədə. Təcrübə yığırsan. Nəyin təcrübəsini yığırsan? Əşi, mən nə bilim, nəyin təcrübəsi? Bir dəqiqə sana bir şey deyim. Elə düz bilmişəm. Bunun çənəsi texa dolğudur. Elə yaxşı da ki bu deyil. Hə, yaxşı. Yaxşı da ki bu deyil. Yaxşı. Ay yeter asırsınız. Yeter asırsınız soruşanda. Bu biraz yaşardık sana, bu anı yaşardık sana. Vay. Sən sənə gecikdirəndə nə olacaqdı ki, çevrilib Azadın qızı olacaqdı? Elə tez bilməyin yaxşıdır, bildik kimdir, nədir. Yaxşırın. Sən də deyilən ki, Azadın qızı deyiləm, bizi nəyə danışdırırsan burada? Onu baştan eləmək lazımdır xanım. Mən orada sizlə ilk dəfə göz-gözə gələndə sevgi dolu baxışlarımla sizə baxanda siz orada mənə deməlisiniz ki, mən Azad müəllimin qızı deyiləm. Yəqin nəyəsə də ümid eləyib dana, nəyəsə də ümid Nə eləyib bilim? ki, biz indi bunu Azad müəllimin qızını bilərik. Ma bax, get təcrübəvi yığ. Yaxşı. Sən hara gedirsən, get nətər təcrübə yığırdınsa elə də yığ. Yaxşırın, gəlin bəri. Elə də səsini çıxartmır ki, Azadın qızı bilək, bunu alaq, qaparaq. Ayaqdan deyir orada. Balam gel havası sizi hürmetle salamlar. Bax, qardaşlar Meybil. Əzəmət bizi göndərdi bura ki, dedi gedin Meybilləri bəyənin. Oğlunuz qızımı alsa, hansı Meybili bəyənmişsiniz onu verəcəm sizə. Bəyənmədi mi? Nəyi bəyənmədin? Gül kimi mebelləridir. Yataq mebeli, mətbəx mebeli, qonaq otağı mebeli, yumuşaq mebeli. Da nə olmalıdır? Nə olmalıdır oğul? Yox, Meybillər bəyəndi mi? Hə. Əzəmətin qızım bəyənmədi. Əsas Meybillər qəşəngdir. Qızı sonra bəyənərsən. Nənə bax, o mənim qoşqarı evləndirirsiniz. Bu da gəlinimizin cehizləridir. Yox, evləndirməmişik. Özüm getmişdim Quix'in mağazasına. Bax, evimizə lazım olan şeyləri aldım. Bu robot toz sorandır. Özü toz soranmayacaq. Amma bu əl toz soranıdır, mən toz soranmayacağam. Bunu sənin üçün almışam. Şirə çəkəndə hər səhər meyvələri çəkəcəm, içəcəksən. Bu qoşunundur. Quix'in bu kofe dəmləyənidir. Bu bilirsən nədir? Toster. Bu əti qoyursan arasına pişirir, çörəyə qoyursan qızdır. O da özümündür. Bu fendir, saç qurutmağa. Quix'in feni. Buna bax, şirvəmiz həyətini təmir elətdirir. Həyətin divarlarını da permolit boyaları ilə rəngləyir. Özü hələ belə boyalar deyil, Türkiyə istehsalıdır. Hələ bunlara bax. Bunlar nədir ki? İtaliyanın məşhur brendi Antigua Signoria'dır. Dünya rənglərlə gözəldir, permolit boyaları ilə daha da gözəldir. 5 ildir fəaliyyət göstərən Oxu Tədris Mərkəzi erkən yaş, məktəbə qədər və ibtidai sinif qruplarında Azərbaycan və Rus bölmələri olmaqla fəaliyyət göstərir. Mərkəzdə inklüziv təlim əsasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixoloq və psixopedaqoq xidməti mövcuddur. Uşaqlar həmçinin rəsm dərnəyi, ingilis, ərəb və rus dili dərslərində danışıq səviyyəsində təhsil alırlar. Mərkəzin ən önəmli fəaliyyətlərindən biri psixoloji dəstəkdir. Uşaqlar və yeniyetmələr üçün xüsusi psixoloji xidmətlər göstərilir. Həmçinin öyrənmək çətinliyi və davranış pozuntuları olan uşaqlara isə fərdi seanslar və dərslər təşkil olunur. 18 illik təcrübəyə malik peşəkar heyət ilə Oxu Tədris Mərkəzi hər uşağa öz potensialını kəşf etmək və gələcəyə inamla addım atmağa imkan verir. Dədə, bu da sana təriflədiyim həmin o məşhur qaysı lanç. Dədə, ümumiyyətlə bu tip restoranlarda həmişə bir problem olur. Maşın parkovkası. Burada o problem yoxdur. İstəyirsən qarşısında, sən sağında, sən solunda. Harada istəyirsən park edirsən, qəşəng dostlarla girsən içəri, istəyərsən zalda, istəyərsən biri-birindən gözəl kabinetləri var. İstəyərsən orada qəşəng deyirsən, gülürsən, əylənirsən, keyf edirsən. Əla. Dədə, nətərdir, bəyəndin qaysı lancı? Əladır. Mən əvvəldən qaysı üçün ölürəm də. Yox, qaysı demirəm, qaysı lanç deyirəm. Qaysı da? Qaysı. Qaysı, lanç. Qaysı.
Qaysı, lan. Qaysı. Bir yerdə. Ölürəm qaysı üçün. Qaysının marinasını da sevirəm. Özünü də sevirəm. Elə buranı da sevirəm. Nüş öyle. Hı? Nüş. Gel havası sizi hürmetle salamlar. Dədəm, mən sana bir söz deyim ha. Sən puldan ehtiyatlı ol, itirərsən ha, az pul deyil, yaxşı? Valla narahat olma da. Sən məni lap uşaq yerinə qoymusan. belə gəlirsən ki- İynə deyil ki, puldur da tutmuşam əlimdə. Bax, deyir iynə deyir. Sən şəhərə gedəndə uşaq orada itirib gələn adamsan. İndi bu boyda pul itirməyəsən deyirsən. Valla sənin uşağın bir yerdə dayanır ki, o termometrin içində civə olur. Bu həmən civə kimi də düşdü bir yerə saxlamaq olmur, tutmaq olmur. Hə, yaxşı. Mən əlində belə tutsan, elə belə silah var ha cibində. Hə, yaxşı. Harda qaldı bu makler tay? Buraya gəlir. Salam Məlik. Salam Melek. Salam Məlik. Salam Melek. Salam. Qasım kişi, inan sənin səmimiyyətinə görə gözlədim. Yoxsa ev yiyəsi, evi başqasına satmışdı. doğru. Dedim kişiyə söz vermişik. Təzədən pulu dala qaytardılar. Hə, nə olur? Hazırsınız? Ay, hazırsan, nə deyə qardaş? Sən bu dəqiqə bizə kök deyən, beşimizi yığaq, o dəqiqə köçək. Pul tərəfdən deyirəm, hazırsınız? Pul tərəfdən deyirəm. Hə, hazırıq. Deyən. Pulumuz hazırdır, amma bu nətər olacaq alqı-satqı məsələsi? Bacı, alqı-satqı birinci gün olacaq. Açarları verirəm sizə, ev sizindir də, gedin köçün evə. Hə? Yox, bir dəqiqə dayan. Dayan da lan. Dayan da bala. Qasım, mənim nəsə gözüm su içmədi. Alqı-satqısız nətər elə şey olar? Sən də gözün öyrəşib su içməməyə. Nə var ki burada? Mədəni adamdır. Tələsmə. Qardaş, pul məndədir. İnanırsan Qəmər, həm sevinirəm, həm kədərlənirəm. Sevinirəm ki, təzə evimiz olacaq. Kədərlənirəm ki, bu qədər pulu verəcəm hamısını. Hə, yaxşı. Qardaş, burada ev nə qədər idi? 70 min. Bəli, 70 min. Elə bir ki, mən sizə bir 69 min beh verirəm. Saxlayıram 1000. Olsun, 69 min olsun da. Bəli, yəni iş dəqiq olsun, qalan mini də verərəm də, yaxşı. Problem Çünki yoxdur. hamısını versəm sənin marağın qalmaz da burada. Əsas hissəsini saxladım ki, marağı olsun bunun burada. Əşya olsun da, evi görmüsünüz də. Görmüsünüz deyəndə bala, şəkillərin görmüşük. Bir aparıb göstərərdiniz evi bizə də. Atarı verəcəm sizə. Gedin özünüz baxın. Mən yad kişiyəm. Mənim evə girməyim düzgün olmaz. Vay. Halal olsun. Halal. Halal olsun. Bax, görsən Qəmər, bu da mənim kimi köhnə kişilərdən Deməli, ya. düz adamdır. Düz adamdır. Bala, o sözümə görə heç bu mini də saxlamıram. Ay sağ ol. Götür, hamısını ver. Qəpiyinə kimi hamısını ver. Halal. Halal olsun, yaxşı Halal. oğlan. Halal, açarı ver də. Buyurun. Xeyir olsun. Çox sağ ol. Çox sağ ol qardaş, çox sağ ol. Birinci gündə alqı-satqı nə eləyərik? Birinci gün gəlib evin çayını içəcəm. Sağ ol. Birinci, mən biraz tez oyananam, 8-9 gedək. Oldu Qasım kişi, narahat olma, gələcəm. Çox sağ ol, çox sağ ol. Qəmər, bu da evimizin açarı. Xeyir olsun, bir dəqiqə. Həqiqətən çox sevindim. Qoşu, bu ətə sənin üçün gəlin gətirək. Alın. Etirərsən. Deyirəm, əlimizə bir pul düşsün. Gəlin və Maşın götürək yenə də. Dayan. Götürərik də, bala, yəni evə də təzə götürmüş. Bəlkə evin üstündə verərlər birdən bunu da. Yox. Qəşəkdir. Qəşəng maşındır. Bunun yaşıl rəngindən xoşlayaram olsa. Eləmi? Gəlin bəri. Gözlə Qasım, açma hələ. O nə demək? Qoş telefonu ver. Ver dana deyirəm sənə. Ana. İndi təzə evimiz dana qapını açmağını qoy çəkeyim, sonra mahnının azadla yığıb paylaşacağam. İşin gücün qutarıb. Yaxşı, gözlə. Blogerdir, gözlə. Əziz qohumlar, əzizlərimiz, hal-hazırda təzə evimizin qapısını açırıq. Mübarəkdir. Mübarəkdir. Əziz qohumlar, hal-hazırda evimizin sifətini eləyirik. Yaxşı. Xeyirli olsun. Bir dəqiqə deyəlim. Dadan, girdi içəri. Bir dəqiqə deyəlim. Həyəcandan aça bilmir, Qasımın əlləri əsir. Açılmır. Atam həyəcanlıdır. Ona görə atarı təhvil özümə. Mən hal-hazırda ailəmin birizmi Qoşqar. Özün aç. Qasım da sevinir. Xeyirli olsun. Yeni evimiz. Nə oldu Tay? Bəlkə yeni eləyəcək, zabordan bana. Yox, Nə zaboru? hamı həyəcanlıdır. Al telefonu, açarı ver. Anam götürür hal-hazırda. Ver mamana. Görürsünüz ki, bax, kişi xaylaqları belədirlər də, onları həyəcan bürüyüb. Ona görə də, əziz qohumlar, evimizin qapısını özüm açacağım. Xeyirli olsun. Aləl həyəcanlı. Aç Qəmər, aç.
At girək evə. Yoruldum çöllərdə gəzməkdən. Ağzı aç dana. Nə oldu bu içinə zibil olmuş? Aç dana da ay. Yaxşı dana çəkir. Axı niyə elə danışırsan? Mən nəsə qapı açılmır. Yığışdır da. Sənə dedim çəkim qoyma telefona. Bizə düşmür. Düşmür. Göt açılmır. Ay Qasım, düşmür deyəndə paylaşdım ki, düşməsin. Haşan gözdəydi, hələ indi çəkirik. Açılmır da, zibilə qalmış açılmır. Abi bir dakika bu çöpkür asa buranı döl olsun ne öldürür diye. Nətər buranı dönür? Sən makler mənə buranı verdi açarım da. Bəlkə qonşunun qapısıdır. Bu döyək də görək nə olur. Tələşmə də yığışdır. İndi bəlkə də makler girib içərdən qapını bağlayıb, biz ona görə sürpriz eləyəcək. Bizə sürpriz eləyəcək. Sürpriz vaxtıdır. Həzanlıyıq, alərcə həzanlıyıq. Açmırlar da. Ola sizin sürpriz oldu. Amma bunları açarım mən səhvsən. Kimi axtarırsınız? Salam melekім. Salam melekім. Kızım bu ev elə bir şey bizim evdir, təzə almışıq. Makler açarı verdi. Gəlib baxmışam keçən dəfə. İndi açarı salıram, fırlanmır. O ev satılmır axı, siz kimdən almısınız? Nətər Biz satmırlar? maklerdən almışıq da. O ev bizim qohumun evidir axı. Özləri də ölkədə deyirlər, bir həftəyə gələcəklər. Yox, bizim makler gətirdi, bu evi göstərdi. Düzdür, həyətə girmədik, elə dırmandıq, hasardan həyətə baxdıq, həyət baca xoşumuza gəldi. Evin içində telefonda göstərdi, bəyəndi. Aldı, o da açarı verdi. Hasardan həyətə baxıb ev alarlar, aldadıblar sizi. Nətər yəni? Nə deyir hə bu? Qəmər, nətər yəni anladıblar bizi? Nə deyir bu? Dinlən də Saxla Qəmər. dana, saxla, nəyə çəkirsən? Biabır olduq da el aləmə. Anladıblar dana bizi. Gözləmədə qalın. Yox, mən pulu verdim, mənə açar verdilər, gətirib buranı göstərdilər. Amma Qasım düz deyir dana, xalq düz deyir. Bura qədər gəlmişik. Bu evi bizə satırsa, hasardan niyə baxırıq həyətə? Qapını açıb içəri girərdik, elə evə də baxardıq da. Heç ağlımıza gəlmir ki, biz niyə hasara boylanıb həyətə baxırıq? İndi biz nə ayrıq? Nətər? Evimiz yıxıldı, heç saat. Aldandıq. Evimiz də getdi, pulumuz da getdi. Vay dədəm. Nəyə çəkirsən sən də tay bunu? Anam halaca gedir. Nə ayrıq edə? Robinson Cruz kimi gedək meşədə yaşayaq, nətər eləyək? Söndür də bala, söndür də. Düşmür bizə, söndür. Söndür. Ya elə deysən ki, buna görə oldu. Bir dənə bunu axırıncı dəfə sal olub bəlkə açıldı. Yaxın səbir, nə qonşu dedi satılmır da. Sən də nə dirəşmirsən? Tər eləyək. Dədə, mən sənə bir sual verim. Sən dəqiq əmin ola bilərsən ki, bu makrel hardasa buralardadır. Valla mən bir dənə o şeydən əminəm ki, bu dəqiqə. Mənim adım Qasımdır. Qalan başqa heç nədən əmin deyiləm. Sən bir dənə bir şeyə əmin ol ki, ata, mən sənin oğlunam. Mən şəxsən sənə söz verirəm ki, ondan əmin ol ki, mən onu tapacam. Buna bax, dinən çağır onu kəndə, pulu əlbəl ver, sonra tələb elə də. Dedi gəl rayon mərkəzinə pulu verim, verdim. İndi mən onu hardan tapım? Hardan tapım da? Heç yerdən, hardan tapasan apardı. Hər şeyimizi, varımızı, yoxumuzu apardı. Yox, ana, mən sənə qulaq az, varımızı yoxumuzu aparmayıb. Ancaq pulumuzu aparıb. Onu da əmin olun ki, şəxsən mən Qoşqar onu tapacam. Sən darıxmayın. Sən ona bir dənə zəng elə. Sən bir dənə zəng elə o hardan. Da bala zəng vururam. Elə. Bayaqdan neçə və zəng vurmuşam. Elə. Zəng çatmır da, buna zəng çatmır. Söndürüb niyə açsın ki? Yığ. Niyə açsın ki, bilir zəng eləyəcək. Gör nə deyirsən? Hardasən? Zəng çatmır. Hə, elə bunu götür. Açmaz ya ay bala, o elə o nömrəni alıb bizi aldatmaq üçün o nömrəni tam işlətsin. Sındırıb tullayıb da indi harasa. Hayf mənim arzularımdan. Mənim o evlə bağlı bir xəyallarım vardı. Hayf o mənim xəyallarım pis oldu. Batdıq biz Qasım. Axtar onu, axtar onu. Hər ehtimala qarşı bir dənə... Olmayan evimiz yıxıldı. Mən bir ailəli özüm yaxşıyım yox. Köhnə qonşular! Necəsiz? Nə var, nə yox? Deyəsən təzə evə köçmüşsə, çıxmışsınız parkda hava almağa. Burada devləri hamı göründüyü kimi olsaydı, bəxtəvər olardı. Heç nə, yaxşı deyilik. Vəziyyət pisdir. Sən nə qarsan burada? Sizin ev alan Novruz yoxdur. Rayonumuzda təmir işlərinə baxır. Mənə də boyama işini həvalə eləyib. Gəlmişəm buradan permalit boyası alalım. Aparım kətdə bir-iki iş var, onu görüm. Kərəmət. Oradan nə olub, belə sizi kefsiz gördüm. Kərəmət, başımıza iş gəlib, Kərəmət.
Elə utanırıq deməyə, bilməm nətər deyirlər belə mövzular. Utanırsınız. Deyəsən yenə Qasımın şalvarı arxadan zırılıb, heç ara tərpənib gedəmirsiniz. Səsə gülmə, cəmatın içində əsəb vaxtında çalıb da salarım sən təfilatına. Qı. Əvvəllər qonşuyduk, indi deyirdim, abır hə, indi yad adamsan mənə, başa düşdün. Başqa bir temadır. Yaxşı da, sən də Hristiyan'a nə tökürsən? Nə bilsin, onun xəbəri yoxdur. O da bilir ki, biz evimizi satıb pulumuzu götürüb getmişik. Aldatdılar bizi Kəramət qardaş. Aldatdılar. Pulumuzu da aldılar, evimizdə vermədilər. Bax, indi qalmışıq belə çöllərdə avara. Allah eləməsin, çöllərdə avara niyə qaldısınız? Hə? Mən ölmüşəm bəyəm. Mən ölmüşəm, ay Qasım. Qəmər. Kül olsun mənim başıma ki, mən sizin bu halınızı görüb cana yanaşım. Qalxın gedək bizə. Nədəndir, sən can yaşdır. Qəmər, mən yaxşı deyiləm, ey Qəmər. Ya sən çox yaxşı insansan, narahat olma dədə, tezliklə hər şey yaxşı olacaq. Tez qalxma. Onu demirəm, deyirəm, özümü yaxşı hiss eləmirəm. Nətər? Nə? Nə olub ay Qasım? Nə biləm. Sən can ürəyivə salma, bax hər şey düzələcək, sən özündən müğayyət ol. Qəmər, Hə. mənə bir şey olsa, mənim yasım o bacım gildə verərsən, nə olar? Onun dediği sözə bax da, niyə bədbəd danışırsan? Bacım gülün deyir, həyətində yaz verərsən. Mənim qardaşım bu boyda ev eşiydi ki, bu boyda həyət salıb. O hansı günə durub ki, yazı sən bacının həyətində verim? Ya bir dəqiqə dənələr, yaz yerdi, sən qadan qalıb, yaz yerdi. Ay dənə bir dəqiqə, qısa kalk ediyor, sən qarın ağrıyır, qısa kalk ediyor. Ha, istəmirsiniz. İstəmirsiniz ki, ya mənə nəsə olsun, mən ölüm, məni yaxşı bir xəstəxanaya çatdırın. Darıxma. Ana quzan qala bilər. Kəramət qardaş, hansı yaxşıdır? Ay dur, dur. Ana sən quzan qala bilərsən. Gəl kömək elə, gəl kömək elə. Qasım, alır rajmısan, Salam Bölüş xanım. Xanım, siz də həkim olur. Əlbəttə həkim olur. Klinikaya gəlmişsiniz də, burada həkim var. Yox, biz başımızı itirmişik. Birinci dəfə bilmirik nətər demək lazımdır. Ona görə üzrü sayın. Doğrudan? Onda siz doğum şöbəsinə gəlmişsiniz. Xəstə maşındadır, xərək göndərək qarşılayıb gətirsinlər. Ay xanım, yox, doğan yoxdur. Ərim deyə halı pisti maşında onu gətirmək lazımdır, kömək eləmək lazımdır. Ay bacı, mənim qonşum deyə anidən ürəyi tutdu, dedi tez bazar çatdıraq sentral klinikaya. Başınıza dönərəm, tez köməyini, xahiş edirəm sizə. Başa düşdüm, bir dəqiqə, bu dəqiqə məlumat verirəm, yaxınlaşsınlar. Bir dənə baxarsınız qapıya. Gəlin qardaş, gəlin. Ana, deyirəm, görən atamın vəziyyəti nətərdir. Sən xəbər alamırıq deyə ürəyim partlayır, amma bax, ona bir şey olsa var ha, ana. Olmayan evimiz başımıza sönəcək. Heç nə olmaz. Qasım vəfalıdır. O bizi belə çətin dar məqamda qoyub getməz. Qızım, necədir Qasımın vəziyyəti? Bax, nə lazım deyiləyin ha, birdən indi bizə baxarsınız, deyərsiniz ki, indi bunlar kasıb adamlardır, nəyisə əsirgəsiz, yox. Xəcalətvinizdən nə tər lazımdır çıxacaq, Qasım üçün nə lazımdır söyləyin, yaxşı mı? Xanım, narahat olmayın. Bizə yaxınlaşanda xəstənin ürək ritmində böyük problem olsa da, hal-hazırda normala dönüb. Kəskin boğulması yoxdur. Şükür. Xanım, siz elə söhbət edirsiniz ki, elə bir həkimlər aranızda elə belə yığışıb yerdə söhbət edirsiniz. Bizim başa çözət ilə danışınlara başınıza dönüm. Məsələn, mən sizə desəm ki, məhsulu sofka yeyib, gözünüzü bərəldib mənə baxarsınız ki, bu görən nə danışır. Amma mən sizə açıq-aşkar desəm ki, qurd daraşıb,
onda siz başa düşəsiniz ki, mən sizə nə deyirəm. Ona görə bizim başa düşəcək dildə deyin ki, mən də sizə başa düşüm də. Mən başa düşdüm, oğlum, mən başa düşdüm. Stabil zat deyir, mən də qalmışam belə. Başa düşdüm də qadan alaram. Çox şükür, deyir ki, dədəmin vəziyyəti yaxşıdır. Amma onlar biz özümüzdə həkimlə görüşək, lap arxayınlaşım. Ay, çox üzr istəyirəm. Həkimimizin konsultasiyası bugün çox olduğundan yorulub. Biraz dincələndən sonra sizin bütün suallarınıza cavab verəcək. Gör nə deyirəm, qızım, onda biz burada oturub gözləyə bilərik də həkimi. Əlbəttə ki, istəyirsiniz sizə bir çay gətirdim. Yox, qadan alaram. Qasım elə vəziyyətdədir, mənim boğazımdan heç zat keçməz. Çox sağ ol. Deyirəm, nə yaxşı qız deyə, üzü gülür. Pis xəbəri də adamı elə gülər üzlə deyir ki, adamın heç ruhu da incimir. Adamın belə gəlini ola. Qismət ayağına deyirəm, bəlkə heç öz gəlinin bundan gözəl oldu. Nə bilim. Amma ana, bir söz deyim aramıza qalsın. Dədəmi klinikaya gətirəndə yaman qorxdun ha. Elə bilmək görmədim. Qorxaram da, ay bala. Qasım mənim təkcə həyat yoldaşım deyil. Qasım mənim sirdaşımdır, dostumdur, qardaşımdır, atamdır, güvəndiyim dağdır, söykəndiyim divardır. Sən heç təsəvvür eləyirsən, adam güvənib, arxalanıb söykəndiyi divar birdən-birə arxandan uçanda necə böyük fəlakət olur? Allah göstərməsin. Deyirəm, bir-birinizi qırsanız da, amma bir-birinizi bərk sevirsiniz. Niyə sevməyək? Bəs ailə olur, daha yox ol. Bax, bu neçə ildə biz dalaşsaq da, küsüşsək də, heç vaxt bir-birimizə hörmətsizlik eləməmişik. O pərdəni aradan götürməmişik. Bax, olub ki, mənə hirslənib, qışqırıb. Amma təhqir edici nəsə, bir söyüş eləməyib. Hirslənib əlindəki qabı, qaşığı vurub yerə sındırıb, amma mənə əl qaldırmayıb. Bax, küsü var, küsdüyü gün yanımda yatmayıb, gedib elə divanda yatıb. Amma səhər yuxudan durmuşam ki, gedib isti çörəyimi alıb gətirib qoyub. Yəni, o heç vaxt mənə hiss elətdirməyib ki, mən təkəm ailəsizəm, ailə olduğumuzu hiss elətdirib mənə. Ona görə də həmişə də hörmətini saxlamışam, həmişə də sevmişəm. Sən də elə ol, bala. Bax, eynən o şeydə dədə oxşa. Öz xanımını, gələcək həyat yoldaşını göz bəbəyin kimi qoru. Göz bəbəyi qorumaq bu səndə nətər olur? Elə sözdə deyirsən, elə yox, Mənə bax. Bir nəsə atılları qəfildən, heç özündən asılı olmur, o sənə çatmamış diksinirsən, gözünü qırpırsan. Bax, xanımı da elə qoru, göz bəbəyin kimi. Elə qorusan, o sənə hörmət də eləyəcək, həmişə də sevəcək. Yaxşı mı? Kərəbat yığmışdı. Nə deyir? Deyir, maşın göndərəm arxanızca, gəlin bizdə qalın. Bizim ev sizin ev fərqi yoxdur. Gedək mi? Sən get qoşu, səhər açılandan yorğunsan, get yat dincəl. Mənim üçün Qasım hardadırsa, evim də oradır. Dur get. Dur get, telefonla xəbərləşərik, zəngləşərik. Xoşbəxtdir adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövdür, çətinə düşürlər hər hərəkətdə. Hər həftə olurlar olar şəhərdə, yerlər yoxdur nə göydə nə yerdə. Qəribə bəlalar çəksə də başları, həmişə gülüş var bu üç nəfərdə. Kənd havası, küçələr, yolları boşdur. Yayımın xüsusi sponsorları Qardaşlar Mebel, QX Məişət Texnikası, sponsorlar Permalit Boyaları, Oxu Tədris Mərkəzi, Qaysı Lunch, Central Clinic.